Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Bugün Şüvalanın demək olar ki, ən hündür ərazisindəyəm, ən hündür ərazisində. Mənim dənizlə, bu evin dənizlə məsafəsi 5 kilometr olar, 5 kilometr olar, amma dəniz səviyyəsindən görün nə qədər yuxarıdayam və dənizin görüntüsü, Şüvalan, Qresin, Mayakın görüntüsü görün necədir. Düzdür, bu tərəf Mayakdır, amma bura Qresdir də, düzdür, tam olaraq Qresdir. Dəniz Azal Arena stadionun arxası. Dənizin bir də səviyyəsinə, bir də görüntüsünə baxın. Super. Bəli, yola 50 metr. Şüvalan Mir Möhsüm Ağanın ziyarətgahının yanı. Çatmamış mərkəzi küçənin 50 metrliyində. Birbaşa düşürsən, marşruta mindin şəhərə. Çıxdın yola, buradan qapını açdın, çıxdın yola. Ev haqqında sonra danışacağım. Çıxdın yola, sola döndün, Neptun Market. Bravo Market. Burada da Bravo Market açılır. Tez bir zamanda hazır olacaq. Çəkiliş eləməmişdən qabaq, Elvin orada durmuşdu, söhbət elirdi. Mən də burada oturmuşdum. Bax, burada yenə oturacağım. O qədər rahatdır ki, bura. Bax, ev haqqında indi sizə məlumat verim. Ev çox qəşəng, gözəl, modern, əşyalı, zövqlü, təmir olunub ki, bu evin həyətindən burada olan ab-hava, evin içərisində olan ab-hava tamam başqa bir şeydir. 2,7 sotun içərisində inşa olunub bu balaca, qəşəng, zövqlü bu ev. Ümumi yaşayış sahəsi 120 kvadratdır yaşayış sahəsi. Amma çöldən çölə 140 kvadratdır. 4 otaqlıdır, 2 dənə sanitar qovşağı var içərisində, tam əşyalıdır. Qiyməti isə bugünkü gündə start olaraq 295 min manatdır. Torpağın da, evin də kupçası var. Əzizlərim, istənilən vaxtı bunun üstü görsün, belə bir şey var. Bura bağlamaq olar, burada açıq bisetka kimi, açıq söhbətgah kimi istifadə eləmək olar, dincəlmək üçün. Yəni, mümkün ola bir şeydir. Balaca həyətdir. Həyətə, deyim də mən, haradasa, nağdından %100 2 maşın və yaxud da 3 maşın yerləşər. 3 maşın da yerləşər. Biri bura gəlsə, 2 dənə də daldalar yerləşər. Durar. Ev yerdən hündür. Onsuz bu ərazi hündürdür. Ev özü də, baxın, yerdən hündürdə inşa olunub. 3 daş hündürlüyündə. Hovuzla birlikdə. Bura, deməli, bura mətbəx otağıdır. Mətbəx otağının qarşısında belə bir veranda var. Hovuzu, filtrli hovuz. Arxa hissədə rezerv su anbarı qoyulub. Kombi dolabı var orada. Evin ümumi kombi dolabı var. Ora qoyulub. Bir dənə də bura balaca kiçik bir əl üzüyan qoyulub. Su hövzəsi qoyulub. Həyətdə istifadə eləmək üçün. İndi isə keçirik biz evin daxilinə. Elin, xoşun gəldi evin içərisinə. Çox qəşəngdir, maşallah. Allah xeyir versin. Kim alacaqsa. Şad günlər keçsin. Bu evi alanlar xoşbəxt olsun. Xoşbəxt olsun. Bütün evi alanlar xoşbəxt olsun. Bu evdə orada möhtəşəmdir. Sağ tərəfdə burada gördüyünüz kimi, baxın, belə bir bəzənmə stolu var, aynası var, asılqanlar var, paltar asmaq üçün. Sol tərəfdə damafon vurulub düz qapının kənarından. Bura gəlir. Sol tərəfimiz mətbəxdir. Baxın, belə bir dəmir şüşəli qapısı var. Bura mətbəx otağıdır. Mətbəx otağında gördüyünüz kimi, bildiyimiz kimi əşyalıdır. Soyuducu var. Sobalar qoyulub 2 dənə. Yəni, bu da açın. Qab yuyan maşın. Sonra qaz sobası, 2 gözlü su hövzəsi, aspirator hava çəkən. Oturmaq üçün çox möhtəşəmdir. Doğrudan çox xoşum gəldi. Yeri də qəşəkdir. Qonaq otağı, kondisioner, yemək masası hal-hazırda burada deməli 6 nəfərlik oturacaq qoyulub, amma bu stol açılır, böyüyür, hətta 8 nəfərlik də ola bilər. Divanlardır, kreslodur. Sonra tam mərkəzdə gözəl bir TV stendi yığılıb, tam mərkəzinə də televizor qoyulub. Çox ləzzət elədi. Durmaq istəmirəm. Çox qəşəngdir. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Qonaq otağı ilə və mətbəxin yanında. Birinci yataq otağı, bir dənə bu yataq otağı boşdur, əzizlərim. Özünüzə uyğun olaraq kim qalacaqsa burada, hansı uşaq qalacaqsa, qız, oğlan alıb bir dəst qoyarsınız. Siz istəmərsiniz, ev sahibindən xahişləri alıb sizlər üçün hədiyyə qoyarlar. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır.
Burada əl üzü yandı. Burada paltar yuyan maşın qoyublar. Burada unitaz yerləşir. Burada da duş kabini. Buranın üzbəüz yataq otağıdır. Yataq dəstəri, dolab, hər şey mövcuddur. Televizor, TV stand və yataq otağının daxilində sanitar qovşağı. Və əlbəttə ki, sonuncu, üçüncü yataq otağı. 120 kvadrat yaşayış sahəsi. Bu da sonuncu yataq otağı. Bütün dolablar hamısı qoyulub. Balaca dolablar, paltar asmaq üçün bəzənmə stolu, televizor. Əzizlərim, qiymət bir daha söyləyirəm, 295 min manatdır. Startdır, başlanğıcdır. Təşəkkür edirəm sizə bizi izlədiyi üçün.